Azərbaycan relyefi, Azərbaycan ərazisinin 73% 1000 metrə qədər olan ərazilərdir. 27% isə 1000 metrdən yüksək ərazilər. Respublikamızda ən yüksək yer Bazardüzü 4466 metr, ən aşağı yerlər dəniz sahili ərazilər -28 metr. Respublikamızın orta hündürlüyü 657 metrdir. Azərbaycan ərazisində 3 böyük dağlıq ərazi var. Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları. Böyük Qafqaz Rusiya ilə sərhəddə Kinov-Rostov zirvəsindən başlanmış Abşeron yarımadasına qədər davam edir. Böyük Qafqazın silsilələri Sudur, yan silsilə, ən böyük silsilə olan Baş Qafqaz silsiləsi, Qovdağ, Niyaldağ, Ləngəbir silsiləsi, Ələt dirəsi və s. Bundan başqa kiçik silsilələr var. Qubaq, Qaflan, Qaraquzey, Güney, Qaynarxaz, Cəfər Yaylaq, bunlar da kiçik silsilələrdir. Böyük Qafqaz silsilələri içərisində Baş Qafqazın ən yüksək nöqtəsi Bazardüzü 4466 metr, Şah dağının ən yüksək nöqtəsi, yan silsilənin ən yüksək nöqtəsi daha doğrusu Şah dağ 4243 metr. Respublikamızda ikinci ən yüksək zirvə olan Zəfər zirvəsi 4301 metrdir, o da Baş Qafqaz silsiləsində yerləşir. Böyük Qafqazın silsilələrindən Sudur silsiləsi və Baş Qafqaz silsiləsi Rusiya ilə sərhəddədir. Kiçik Qafqazın silsilələri Murğuz, Şahdağ, Murovdağ, Şərqi Göyçə, Qarabağ vulkanik yaylası, Qarabağ silsiləsi, Zəngəzur, Dələləyəz. Bunlar böyük silsilələrdir. Bundan başqa kiçik silsilələr də var burada. Qaflan-Qala, Qaraqaya, Xocayurt, Xocaz, Naxçıvan ərazisində Əznəbürd, Duzdağ, Sarıdərə və s. Bu silsilələrin ən yüksək nöqtələrini deyək. Murğuzun ən yüksək nöqtəsi Murğuz dağıdır, o Ermənistan ərazisində yerləşir. Şah dağının ən yüksək nöqtəsi Qoca dağ 3318 metr. Murovdağın ən yüksək nöqtəsi Camış dağ 3724 metr. Şərqi Göyçənin ən yüksək nöqtəsi Kəti dağ 3399 metr. Qarabağ vulkanik yaylası ən yüksək nöqtə Dəli dağ 3616 metr. Qarabağ silsiləsi ən yüksək nöqtə Böyük Kirs 2725 metr. Zəngəzur ən yüksək nöqtə Qapıcıq 3904 metr. Dələləyəz ən yüksək nöqtə Küküdağ 3120 metr. Bundan başqa burada bir neçə məşhur zirvələr var. Məsələn, Murovdağ zirvəsində, Murovdağ silsiləsində yerləşən Qoşqar dağı var 3361 metr, Kəpəz 3066 metr, Murovdağ zirvəsinin özü 3340 metr və s. Kiçik Qafqaz, Talış dağlarının silsilələri, Talış dağları, Talış, Peştəsər, Burovar silsilələri var burada. Digər bir silsilə də var, Dizdoni silsiləsi, bunu da deyə bilərik. Bu silsilələrdən, Talışın silsilələrindən sadəcə Talış silsiləsi İranla sərhəddə yerləşir, digərləri İran sərhəddini təşkil etmir. Ən yüksək nöqtələr olan Kömürgöy və Qızyurdu hər ikisi Talış silsiləsində yerləşir. Kömürgöy 2493 metr, Qızyurdu 2433 metr. Digər dağlıq ərazilər var bizdə, yəni Böyük Qafqaza, Kiçik Qafqaza, Talış dağlarına aid olmayan dağlar var, kiçik dağlar. Daşüz silsiləsi var, onu göstərə bilərik burada. Xocaşen silsiləsi, Göyçay Qaraməryəm silsiləsi, Bozdağ silsiləsi, Ceyrançıl ərazisində Çobandağ silsiləsi və s.